Bildiğimler yüzük yalnız bu tarafa gülürsünüz yani. Gelin bu tarafa iştirak edin de, iştirak etmeye gelmişiz burada. İkinci sırada diyanan hamısı nerede oluyor? Sesimize ses ver, Şurak Prezident! 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 Dostlar, soruşursuz haradır? Bura bayaq mən izah verdim. Yeni Yasamal, Əsəd Əhmədov küçəsi. Qlobal SV şirkəti burada güya bina tikəcək. Sakinlərdən pul yığıb illərdir. 10 ildir, 15 ildir. Amma heç birisinin mənzili tikilməyib. Bax, bu həmin binadır. Görürsünüz, bax, bu həmin binalardır. Tikilməyib, qalıb. Hətta mənzil, ev tikilməyə bir mənzili 10 adama satıblar, 5 adama satıblar və illərdir bu insanlar bax belə küçələrdədir. Heç kim də bunların problemini dinləmir. Qlobal SV şirkəti rəhbəri də Aydın Cumayev. Yeni Yasamal, Əsəd Əhmədov küçəsi. Sen gelip canın özünü atır. Oy yani ne çeliktiler ha? Danış da sözü dinən də. 18 ildir, neçə ildir? Sayın neçə 16 ildir, 14, 16 ildir. Pulun vermişik, evin heç günəvrəsi yoxdur, heç nəyi yoxdur. Gəl get, boş. Nə tikinti gedir, nə bir şeydir. Elə soruşanda da deyirlər ki, işləyəcək, yaxşı olacaq, gələn ay olursa, elə belə. Yani sağ iştirak edeyim, sağ danışaq. O boşluqda deyəsən daha vuruyor. Yusuf, sən özün də danış. Salam əleykum, hər vaxtınız xeyir. Deməli, yığışmışıq biz bura bu günləri 2007-ci ildən bina kompleksin inşasına başlamağına baxmayaraq, yəni hələ də 4 dənə blok bitirmir. Yəni bir dənə blok tikilib, o da natamam şəkildədir. Hələ tam olaraq tikilməyib, hələ çox şeylər qalıb, krişası bərbad vəziyyətdədir. 2 gün bundan qabaq yağış yağdı, bütün mənzilləri su basmışdı. Yəni krişası olmadığından bütün mənzilləri su basmışdı. Qazı yoxdur, suyu gündə 1 saat verilir. Yəni gündə 1 saat, 2 saat suyu verilir. Yəni çox bərbad vəziyyətdə. Şirkətin rəhbəri kimdir? Şirkətin rəhbəri, deməli şirkətin rəhbəri Eyşan Tağıyev, təsisçi Aydın Cumayev. İndi nə deyirlər? Deyirlər ki, yəni hər dəfə görüş olanda, toplantı olanda deyirlər ki, bir həftəyə başlayırıq, 10 günə başlayırıq. Bu günlərdə biz bura gəlib yığılanda bizə çatdırıblar ki, gəlin, həqiqətən də gələn həftədən başlayırıq. Ayın 1-dən burada yüksək iş gedəcək. Necə ki, bunu bir 18 ildir sakinlər, qonşularım eşidir. 2021-dən də mən eşidirəm. Yəni hələ heç də başlamayıb burada. Günü bu günləri bu hazır olan binada divanliklər əmələ gəlir. Yəni günü bu günləri hazır olan binada divanlik əmələ gəlibsə, görün indi hazır olmayan binalarda nə qədər mənzillər satılıb. Elə mənzil var ki burada, yəni 6-cı blokdan evi var. Elə mənzil var ki burada bir evdə 3 nəfər sakin var. Yəni çoxdur, belə problemlər çoxdur burada. Ondan başqa biz çox qurumlarda olmuşuq. Prezident aparatında Fuad Ələsgərovun qəbulunda olmuş 2 dəfə. Yəni işə normal baxılmayıb. Ondan sonra Şahmar Mövsümovun qəbulunda olmuşuq. İşə normal baxılmayıb. Nağdəliyevin qəbulunda olmuşuq. Ona normal işə baxılmayıb. Ondan sonra getdik biz Mehriban xanımın qəbulunda olduq. Gətirdilər, verdilər baş prokurorluğa. Baş prokurorluqdan yönləndirdilər Yasamal prokurorluğuna. Yasamal prokurorluğundan sonra ümumiyyətlə işlər dayandı. Daha ondan tərəfə getmir. Nə olursa ora kimi olur. Ondan sonra iş getmir. Getdik biz 20 gün bundan qabaq biz getdik icra ilə görüşdük. İcranın nümayəndəsi, mavini Orxan müəllimlə görüşdük. Orxan müəllim dedi ki, bu işlərə normal şəkildə hamısı baxılacaq.
Günü bu günləri amma hal-hazırda heç bir iş getmir. Bizi də ancaq gəlirik bura danışırlar, deyirlər ki, hə, həqiqətən bir aydan sonra başlayır, 10 gündən sonra başlayır, 20 gündən sonra başlayır. Biz TV kanalları çağırtdırdıq. Xəzər TV ilə ATV-yə çağırtdırdıq. Ya da Xəzər TV 1 saatlıq da olsa, yəni göstərdi, sonra məqaləni sildi. ATV ümumiyyətlə heç paylaşmadı. Yəni zəng elədi, dedilər ki, biz heç paylaşa bilməyəcəyik. Bilmirik, yedizdirdilər, nə etdilər bilmirik, amma ki ümumiyyətlə bizim sesimizi 100 nəfər, 150 nəfər 20 gün bundan qabaq yığılmışdı. 100 nəfər, 150 nəfər yığılmağına baxmayaraq heç bir şey paylaşılmadı. ATV tamamilə pozdu məqaləni. Ona görə biz indi bir dəqiqə yəni xahiş edirik bu dövlət qurumlarından, xahiş edirik prezidentimizdən, xahiş edirik ombudsmandan, xahiş edirik Mehriban xanımızdan, xahiş edirik ki, gəlsinlər bu kompleksə bir əncam qılsınlar. Yəni bu kompleksi tikən deyirlər bunlar. Günü dünənləri yox, sırağa gün. Bunların öz işçiləri zapastovka eləmişdilər ki, bizim 2000 manat pulumuzu vermirlər. Yəni 10 nəfər işçinin 2000 manat pulunu verə bilməyən MTK necə bu kompleksi tikdirə bilər? Gəlin açıq danışaq. Təşəkkür edirəm, çox sağ olun. İnşallah ki, bu normal olaraq bu işlərə hamısı baxılar. Allah köməyiniz olsun. Siz bir şirkət. Sesimize ses ver Cenab Prezident! 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 Sesimize